25.000 manat. Bəli. 25.000 verirsən, bu evə sahib olursan. 25.000 manata 3 otaqlı kreditdən 25.000 verdin. Axıra qədər bax, qiymət haqqında da məlumat verəcəm. Bir dənə burada geniş zalıdır. Ev qoşa daşdan inşa olunub. Genişliyə bax, çox genişdir. Hər yanı qoşa daşdır. Qazı, suyu, işığı, hər şey var. Yeganə evdir ki, bu ev yeganə evdir. Suyu paslayanlıdır. Evin amma bir dənə əmması var, onu da axırda deyəcəm. Axıra qədər baxın. Buradan gəldi, bir dənə burada gözəl mətbəxdir. Mətbəx evi də evin içərisində qalacaq. 25.000 ilk ödənişli ümumi qiymət düşəcək sənə 38.000 manata. Nəqd eləsin amma 35.000 plus endirim də var. 20 kreditdən 38.000-ə, nəqd 35.000-ə, nəqd alışa endirim də var. Yəni deyir nəqd olsa daha udobun olar. Buradan da gəldi, bir dənə burada disko otaqdır. Bunun da ölçüləri yaxşıdır. Evin ünvanı hökməlliyi Qov yolunda yerləşir. Yəni yoldan əmması odur ki, məsafəsi hardasa rahat bir 1 kilometr məsafədə yerləşir. Hamam salonu tam təmirdir. Amma kommunalları hamısı var. Bugünkü gündə kreditdən ev çıxarmaq çox çətin məsələdir. Yataq otağının ölçüsünə bax, çox genişdir də. Yuxarı alt spanlar işlənilib. Wi-Fi-nə kimi hamısı var. Yəni qiymətinə görə gözəl variantdır. Çöldə nə çəkibsə göstərəcəm. Kim də ev satırsa əlaqə saxlasın bizdən. Bir dənə çöldən elə dayandırmayaq. Çöldən çıxaq göstərim. Baxın, həyəti 2 sotun içərisində yerləşir. Həyəti genişdir. Həyətin rahatlıqdan maşın daxil olur. Plus ayrıca bağınla qalır. Çöldə də hamam sanuzeli var. Evin içində də var. O tam təmiri idi. Ayrıca əldamı burada çöldə hamam sanuzeli, həyəti, bağı, yəni panoraması gözəldir. Qiyməti hamısından yaxşıdır. Yəni bugünkü gündə kreditdən ev çıxarmaq çox çətin məsələdir. Nəqd alışa da çox yaxşıdır. 2 otaq qiymətini 3 otaq satılır. Tam təmiri şəxsi tikili. Su baseynəsinə qədər var. Məncə ona ehtiyac yoxdur. Çünki burada hər gün su var. Əlaqə saxlayın, yoluna qoyağın qiymətinə görə gözəl variantdır. Sağ olun, var olun.